Hər vaxtınız xeyirli olsun. Belə bir əla şəxsi tikili 4 sot yarımda inşa olmuş 5 otaqlı nəhəng bir ev çəkib təqdim edirəm. Bütün mebel və texnikası ilə birlikdə satılır. Şəxsi tikili evdir. Bu dəqiqənin özündə də yaşayış var. Birbaşa sahibindən satılır. Bu hissəsinin naves döşənilib. Yay mətbəxi evin arxa tərəfində də deməli bir 3 metr enliyində yer saxlanılıb. Kombo aparatının yeri, həyətyanı sahənin sanuzeli hər biri var. Ehtiyat üstərinə kimi quraşdırılıb. Hər biri öz qaydasındadır. Vaxt itirməmək üçün o hissələri sizə göstərməyəcəm. 4 sot yarımda inşa olunub. 5 otaqlı bütün mebel və texnikası ilə satılan paket qucalı bir evdir. Dəyərli dostlar, həyətyanı sahə bu qaydadadır. Masazırda yerləşir. Masazıra girişdə sağ tərəf yuxarı hündür tərəf 6 nömrəli məktəbə çatmamış. Asfalt yolun bir 200-300 metrliyində yerləşir. Paket qucalı bütün mebel və texnikası ilə birlikdə satılan bir evdir. Giriş isə bu qaydadadır. Baxın dəyərli dostlar. Biləşən qoz ağacından yığılıb. Bu 5 otaqdan ibarətdir. Sağ hissədə yerləşir evin zal hissəsi. Tez bazar təqdimat eləməyə çalışacağım sizin üçün. Böyük bir zal hissə mövcuddur. Otaq ölçüləri ideal səviyyədədir. Hardasa deməli 240 kvadrat metrlik bir evdir. Bütün mebel və texnikası da bahalıdır, hörmətli izləyicilər. Qapısından tutmuş aboyuna, laminatına kimi hər biri yüksək səviyyədə görmüş işlərdir. Bu evin mətbəx sahəsi qeyd etdiyim kimi bütün mebel və texnikası ilə birlikdə satılır. Evin arxa tərəfində də qeyd etdiyim kimi sanuzel hissə, kombo aparatının yeri, ehtiyat sükanı və s. hər biri quraşdırılıb hazır vəziyyətdədir. Bahalı mebel və texnika ilə birlikdə əla bir qiymətdən təklif olunur. Evin ilkin qiyməti 205 min manatdır. Qoşadaş mərtəbə arası monolit beton. Bütün yüksək keyfiyyətlə tikilmiş, inşa olmuş bir evdir. İkinci mərtəbəyə qalxırıq. Foy hissə baxın bu qaydadadır. Dəyərli dostlar, burada otaqlardan birini sizlərə göstərə bilməyəcəm. Eyvan sahəsini göstərim, çünki içəridə deməli istirahət eləyən var. Uşaqlardan biri yatıb. Bura eyvan sahəsi, ikinci mərtəbənin yekunda da beton kəmər atılıb. Aşağıda da kondisioner var, burada da. Deməli, foy hissə bu qaydadadır, dəyərli izləyicilər. Bir daha baxaq və keçək bu hissələrə. Burada belə bir yataq otağı. Evin qiyməti 205 min manatdan təklif olunur. Alıcılara endirim olunacaq. Bu da ailə üçün nəzərdə tutulmuş yataq otağı. Böyük bir otağında təqdimatını eləyə bilməyəcəm. Ümumilikdə 5-ci otağın. Qiyməti 205 min manatdır. Alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Dəyərli dostlar, bu da ikinci mərtəbənin sanuzeli. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.